Son dövrlərin problemi kimi hər kəsi maraqlandıran cinsi yolla yoluxan xəstəliklərdir və cinsi yolla yoluxan xəstəliklərin törətdiyi fəsadlardır. Bu xəstəliklərə hansı xəstəliklər aid etmək olar? Məsələn, 80-ci ildən bəri yüksək sürətlə yayılmağa başlayıb hepatit B, C virus xəstəlikləri, insan immun çatışmamazlıq sindromu törədən virus, spid xəstəliyini törədən virus, bunlar sürətlə yayılır. Sifilis xəstəliyi hansı ki cinsi yolla yoluxur. Ümumiyyətlə, cinsi yolla yoluxan xəstəlikləri iki qrupa bölmək olar. Cinsi yolla yoluxan spesifik və qeyri-spesifik xəstəliklər. Bundan əlavə də başqa mövzuda yanaşsaq, cinsi yolla yoluxan xəstəliklər növlərinə görə bakterial, virus infeksiyaları, sonra göbələk infeksiyaları və viruslarla, bakteriyalarla keçid mikroblar olan xlamidiya, ureplazma, mikoplazma tipli infeksiyalara bölmək olar. Amma cinsi yolla yoluxan xəstəliklər hər kəsə bəzən elə bilirlər ki, cinsi yolla yoluxan xəstəliklər ancaq cinsi orqanlarda problem törədir. Bu heç də belə deyil. Cinsi orqanlara spesifik olmayan xəstəliklər var. Məsələn, belə deyək, tutaq ki, əgər insan immun çatışmamazlığı virusuna yoluxursa, bu cinsi yolla yoluxa bilər, qan vasitəsilə yoluxa bilər, yəni kontakt olarsa. Belə deyim, cinsi əlaqə vaxtı cinsi orqanlarda mikrotravma olur. Deməli, dərini, selüli qişanın mikroçatları və zədələnmələri. Kişidə olan plazma sperm mayesi, qadın cinsiyyət yolunda olan mayenin həmin yerə düşməsi nəticəsində bildiyimiz kimi o mayələr həddən artıq virusla, belə deyim, konsentrasiyası çox olur orada virusun. O hissəyə düşəndə və yoluxma baş verir. Məsələn, tutaq ki, HIV virusuna yoluxubsa, insan immun çatışmamazlığı virusuna, bu virus həmin yerdən yoluxur və cinsi orqanlara aid olmayan problem törədir. Yəni, insan immun sistemini zədələyir, immunitet hüceyrələrini zədələyir və insanın digər xəstəliklərə aid qripdir və bakterial infeksiyalardır və s. göbələk xəstəlikləridir. Bunlara qarşı olan dözümlülüyü azalır və nəticədə immun çatışmamazlığı baş verir. Hepatit virusları həmçinin B hepatit virusu, C hepatit virusu cinsi yolla yoluxur, cinsi orqanlarda deyil, qaraciyərdə problem törədir. Qaraciyərin iltihabını törədir, qaraciyər hüceyrələrinin dağılmasını gətirib çıxardır. Sifilis xəstəliyi bütün orqanlarda, həm cinsi sistemdə, həmçinin daxili orqanlarda, sinir sistemində, ürək-damar sistemində xəstəlik törədə bilər. Təbii ki, bu xəstəlik mərhələlərindən asılıdır, müalicə olunub-olmamağından asılıdır. Ümumiyyətlə, cinsi yolla yoluxan xəstəliklərin ən çox insanları maraqlandıran həkimə getməyinə qədər olan əlamətdir. Bilmək lazımdır ki, cinsi yolla yoluxan xəstəliklər həm əlamətli ola bilər, həm də əlamətsiz ola bilər. Əlamətsiz olan formalara subklinik və yaxud da simptomsuz forma deyirlər. Bunların heç bir əlaməti yoxdur, amma proses gedir. Yəni, cinsi yolda əgər cinsi əlaqə vaxtı bir insan əlaqədə olursa, bu hər şey sonra normaldırsa, bu o demək deyil ki, orada tam sağlamlıq var. Yəni, təsadüfi cinsi əlaqələrdən qoruyucu istifadə olunmayıbsa, cinsi infeksiya keçə bilər. Qoruyucunu cinsi infeksiyadan qorumaq, belə deyim, ehtimalı 90-95%-dir. Yəni, %100 heç bir vasitə yoxdur ki, cinsi infeksiyalardan qorusun. Cinsi yolla yoluxan xəstəliklər əgər spesifikdirsə, deməli, prostat vəzidə, sonra toxum kisəciklərində, xayalarda, toxum daşıyıcı yollarda, xaya artımlarında, deməli, sidik kanalında iltihab prosesi törədə bilər və bu real, yəni xəstənin real hissiyatının nəticəsində hiss edə bilər ki, filan ağrılar var, filan problemlər var. Məsələn, əlamətlərə yaxınlaşsaq, xüsusi əlamətlər və ümumi əlamətlər kimi götürmək olar, bölmək olar iki yerə. Xüsusi əlamətlər hansılardır? Tutaq ki, sidik kanalında yandırma hissi, qaşınma hissi, bəzən qarışqa gəzmə kimi hissiyatının olması, sidik kanalından ifrazatın gəlməsi. Bu şirə ifrazı olanda bəzən qarışdırırlar. Bunların rəngləri də müxtəlif ola bilər, qoxulu da ola bilər, pis qoxulu da ola bilər. Hətta ifrazatda qan əlavəsi ola bilər, rəngi qırmızı da ola bilər. Cinsi əlaqə vaxtı sperma xaric olanda spermanın qanlı olması, sidik ifraz zamanı yandırma, göynəmə hissinin artması, sidik ifrazının çətinləşməsi, paralel bu fonda gedən ağrılar. Ağrılar harada ola bilər? Xayalarda ola bilər, penisin cinsiyyət üzvünün özündə ola bilər, cinsi əlaqə vaxtı ağrı ola bilər, əlaqədən əvvəl ola bilər, ereksiya vaxtı ola bilər ki, ağrı olsun, qasıq nahiyəsində, qasığın üst hissəsində, sidik hissəsi nahiyəsində, xayaların alt hissəsində, aralıq nahiyəsində və anus ətrafında, yəni düz bağırsaq ətrafında ağrılar irradiasiya edə bilər. Bu ağrılar da, yəni belə deyək, xüsusiyyəti individualdır. Bəzən bizdə xəstələrimiz olub ki, müraciət edib, onda prostatit olub, amma ağrı penisin üst hissələrində olub. Yoxlamışıq, penisin üst hissələrində heç bir damar, sinir və yaxud da travmatik, infeksiyon bir problem yoxdur. Amma şirə analizlərində və infeksiyon prosesinin yoxlanmasında prostat vəzində iltihab prosesi aşkarlanıb. Prostat vəzinin müalicəsindən sonra, bildiyimiz kimi prostat vəzi daxili cins orqanlara aiddir. Müalicəsindən sonra hər şey düşüb qaydasına. Bundan başqa
cinsi xəstələrin əlamətləri, daha dərin əlamətləri hansılardır? Belə deyək, ilkin əlamətlərdən başqa ümumi əlamətlər bədən temperaturunun artması ola bilər, halsızlıq ola bilər, qızdırma ola bilər, budun iç tərəfinə verən ağrılar ola bilər, ayaqlarda ağrı ola bilər, bel nahiyəsində ağrı ola bilər və daha dərin proses getdikcə, uzun müddət getdikcə bu proses belə deyək, digər əlamətləri üzə verir. Bu digər əlamətlər hansılardır? Cinsi əlaqənin erkən bitməsi, erkən boşalma, sonra cinsi zəiflik, ereksiyanın az olması, cinsi həvəsin azalması. Məsələn, tutaq ki, infeksiya əgər xayalara gəlib keçibsə, xayalarda iltihab prosesi törədirsə, xayanın yaxınlığında və yaxud da xayalıqda, xayanın özündə gedən iltihab prosesi, orxid epididimit deyirlər buna, xaya artımı ilə birlikdə iltihabına. Bu proses törədibsə, xayada cinsi hormonun ifrazı azalacaq və nəticə olaraq cinsi zəifliyə əmələ gələcək. Təbii ki, bu proses 10 gün içərisində olmur, bir neçə vaxt müddətinə, 1 ay, 2 ay müddətinə olur. Ona görə də cinsi xəstəliyin əlamətini ən azından hiss elədikdə birinci müayinələrə qaçmaq lazımdır ki, və müayinə olunmalıdır ki, biləsiniz ki, o problem orada var, yoxsa yoxdur. Bu bir. İkinci, belə bir problem də var, əsas, çox belə deyək də, həkimlərin də, bəzən xəstələrin də fikrindən yayınan bir şeydir, amma bu qalır. Cinsi xəstəliklər müalicə olunduqdan sonra hətta cinsi infeksiyalardan müalicə olunduqdan sonra xəstələrdə o xəstəliyin fobiyası, qorxusu, sanki bu xəstəlikdən sonra məndə cinsi zəiflik və s. əmələ gəldi. Ona görə burada biraz psixoloji konsultasiya ediləmək lazımdır ki, xəstələrin orada vəziyyət yaxşılaşsın ki, özünə inamsızlıq və infeksiyanı tam... Bəzən xəstə deyir ki, orada infeksiya qalıb. Amma əslində yoxlayırıq, reallıqda heç bir şey yoxdur. Bu psixoloji bir əlamətdir. Cinsi xəstəliklər, cinsi yolla yoluxan xəstəliklərin müalicəsi və müayinəsi xüsusi belə deyim, qaydalarla aparılmalıdır, xüsusi sxemlə aparılmalıdır. Çünki müayinədə aşkarlanmalıdır hansı infeksiya növüdür. Məsələn, ureplazma, mikoplazma, xlamidiya hüceyrə daxili infeksiyalardır. Bəzən xəstələrin belə bir xüsusiyyətləri var. Aptekdən dərman alırlar, bir dərman, iki dərman müalicə edirlər, əlamət azalır. Elə bilirlər ki, infeksiyon prosesi gizləndi, belə deyək, tam müalicə olundu, amma əslində proses gizlənir və qalır orada. Ona görə belə deyək, xəstəlik müalicə edəndə elə dərmanlar var ki, həmin o dediyim 3 mikroba təsir göstərmir. Bu mikroorqanizm təsir göstərir. Çünki onlar hüceyrə daxili parazitlərdir. O antibiotiklər ora çatmır. Antibiotiklə ora çatması üçün normal kurs müalicə getməlidir. Müalicənin müddəti, uzun müddətli, qısa müddətli, antibiotiklərin dozasını həkim seçir təbii ki. Amma paralel cinsi infeksiyalar, cinsi yolla yoluxan xəstəliklərin müalicəsində fizioterapiya üsullarından istifadə olunmalıdır ki, tablet formasında və yaxud iynə formasında atdığımız, qəbul etdiyimiz dərman qana sorulur əlbəttə ki, qandan həmin toxumalar çatır. Prostat vəzidi, toxum işləciklərdir və cinsi orqanlar ətrafında qan dövranı o qədər də yaxşı işləmir. Normal haldan danışıram hələ belə. Cinsi infeksiyalar prosesində ora antibiotiklər qanla yaxşı çatmadığına görə əlamətlər gedə bilər, amma xəstəliyin özü orada qala bilər. Ona görə fizioterapiya, maqnit terapiyası, vibroterapiya, temperaturla termoterapiya edirik. Xəstələrə bu fonda deməli, infeksiyon prosesi tam aradan qalxır. Fizioterapiya ilə bərabər antibiotik terapiya gedəndə xəstələrdə sağalma prosesi sürətlənir. Bundan başqa cinsi xəstəliklərin törətdiyi, belə deyək, ikinci, sonraki daha dərin yaranan problemlərdən biri də sonsuzluq, cinsi zəiflik və erkən boşalmadır. Qarışdırmaq lazım deyil ki, erkən boşalma birincili və ikincili ola bilər. Birincili erkən boşalma adətən cinsi yetişkənlikdən sonra yaranan bir problemdir və bu mərkəzi sinir sisteminə əlaqədar olan bir problemdir. Cinsi infeksiyon prosesi heç bir aidiyyəti yoxdur. Ona görə bu erkən boşalmanı ayırd etmək lazımdır normal halına. Ümumiyyətlə, erkən boşalma cinsi əlaqəyə, yəni cinsiyyət orqanı, qadın cinsiyyət orqanı daxil olandan sonra təxminən 3-4 dəqiqə müddətindən tez olarsa, bu erkən boşalma adlanır və bundan yuxarı olmalıdır proses. Birincili erkən boşalma sinir sisteminə əlaqədardır. İkincili erkən boşalma cinsi yolların infeksiyon xəstəliklərlə adətən əlaqədar olur. Əsas da prostat vəzinə əlaqədar olur. Prostat vəzninin mərkəzi hissəsində məməcik yerləşir, hardasa 1-2 qrama qədər onun çəkisi var. Buna toxum məməciyi deyirlər, kallikulus deyirlər. Kallikulusun iltihabı kallikulit adlanır. Kallikulit deməli iltihab əmələ gələndə orada həddən artıq sinir ucları var. O orqazmın periferik mərkəzidir. Yəni orqazm prosesini, boşalma prosesini həmin o mərkəz, o sinir ucları idarə edir. O prosesin, məməciyin iltihabında boşalma aktını pasiyent kontrol edə bilmir. Sanki boşalma aktı gələndə onu gecikdirməyə çalışsa da boşalma sürətlənir və erkən boşalma baş verir. Bir neçə dəfə belə proses insanın psixologiyasına, özünə inamsızlığına, sanki növbətdə və cinsi əlaqədən çəkinməyə və daha maraq olmamasını gətirib çıxardır. Bu da ikincili psixoloji problem gətirib çıxardır. Ona görə müalicə kompleks şəkildə getməlidir cinsi xəstəliklərdə. Bir də cinsi zəiflik haqqında demək istəyirəm ki, cinsi zəiflik cinsi xəstəliklər arasında
ən çox yayılmış problemdir. Bəzən birincili olur, bəzən ikincili olur, bəzən psixogen olur, bəzən orqanik olur. Yəni psixoloji səbəbdən hansısa bir təsadüfən həyatında baş verən psixoloji mənfi amil onu gətirib çıxardır. Qısa sizə bir şey demək istəyirəm ki, deməli, əgər cinsi əlaqə vaxtı, cinsi münasibət vaxtı, deməli, qəfildən bir hadisəni eşidən bir insanın beynində mənfi dominant ocaq qalır. Və ondan sonra o həmin cinsi əlaqə vaxtı, müxtəlif vaxtlarda, növbəti vaxtlarda əlaqədə olmağa çalışanda o ocağın işə düşməsi halları baş verə bilər, onda cinsi zəiflik yarada bilər. Yəni o proses, cinsi xəstəliklər məsələsində proses çox, yəni belə deyək, dərindir, həm də ki, belə deyək, ümumi hər tərəfli əhatə olunub müalicə olunmalıdır.